Selam rəhmətullahi bərəkatuhu. Deməli qardaş, o məsələ ki, qamət haçansa hələbini tərəfləyib. Axı orada qamətin hələbini tərəfləməsi fikir versən, birinci o 2010-cu, 2011, 12, 13 belə bu vaxtlarda olub və o vaxtlar qamət məsələsi, o məsələdə bu iman əməlin kamillik şərti üçündür. Daha doğrusu əməllər imanın kamillik şərti üçündür, yoxsa sihhə şərti üçündür olanda bunlar Alban rahimallahı vurmaq üçün bu hələbinin söhbətlərini gətirdilər. Və qamət də burada iman mövzusu ilə bağlı məsələ olduğuna görə aydındır, hələbini şey eləyir. Yəni Albaniyaya görə, rahimahullah'a görə. Və lakin o zaman qamət bəyən bilirdi ki, hələbinin Muhammed Hassanı Misirdə olan ixvanları sələfi görür. Ona sələfi deyir. Minhəclə əqidən ayırır. Alimlərə təyin eləyir. Bu şeyləri bilirdi qamət. Sonra inkar eləyirdi. Deyirdi ki, hələbi salamatdır. Xeyr, əlbəttə. Əgər belə qiyasla götürürsünüzsə, belə qiyas eləyirsinizsə, əslində bu qiyas batildir. Bu cür demək ki, qamət belə deyib. O qədər əhlüsünnə alimləri olub ki, bir rəyi deyib, neçə il keçib üstündən dəyişib rəyin. Ölümünə yaxın dəyişib. O deməkdir ki, o şeyx ölənə qədər zalət üzərində olub. Xeyr, qardaş. Ona görə elə Hələbin özü danışanda, özüm qulaq asmışam, deyir ki, Alban rahimallah deyir ki, Şeyx Rabi hafizahullah bu əsrdə cərh və tədil bayrağın daşıyandır. Əgər görsəz ki, Şeyx Rabi bir nəfəri cərh eləyib, Hələbi deyir, o adamdan əlinizi üzün. O adamdan əlinizi üzün. O zaman ki, Hələbini cərh elədi Şeyx Rabi, dedi ki, onda cərh və tədildə quluv var. Həddi aşıb. Həddi aşıb. Onda elə çıxır ki, Hələbi o vaxtı zəlalətdə olub. Şeyx Rabinin quluv olan cərhlərinə tabi olub. Həddi aşan Rabinin cərhlərinə qulaq asıb. Onda elə çıxır ki, Hələbi bu dəqiqə sözündən dönməlidir. Deməlidir ki, yox, elə Rabi cərh və tədil alimidir və o necə deyirdi əvvəllər, imamdır və s. və s. O elə özü də dönüb, özü də çevrilib. Aydındır, ona görə belə anladırmaqla qardaşları anladırmaq lazım deyil. Hər halda, yəni bu qiyas batildir. Ola bilər ki, alimlərdən, böyük alimlərdən bir məsələ bilməyə və ölümünə yaxın bilə və dəyişə. Aydındır, İmam Malik rahimallah barmaqların arasını yumağı caiz görmürdü dəstəmazda. Deyirdi, olmaz. O zaman ki, tələbələrindən biri səhih sənədlə, raviləri ilə sənədləri, yəni hədisin sənədlərini oxuyur şeyxə və şeyx də görür ki, səhih, hədisi rəvayət edən kişilər hamısı səhihdir. Sənəd muttasildir, birləşikdir və deyir, gördüyüm İmam Malik öz rəyindən döndü və getdi, dəstəmaz alma barmaqların arasını yudu. Aydın, bu əslində yaxşı əlamətdir, qardaş. İnsan bir haqqı biləndən sonra ondan dönmək. Bu, ixlasın əlamətlərindən də həmçinin. Amma insan biləndən sonra yenə zəlalətində israr eləməsi, bu, yəni, yaxşı əlamət deyil. Aydındır, bu yaxşı əlamət deyil. Ona görə, qardaş, bu cür qiyas eləmək batildir. Əlhamdülillah, qamətə nə zaman ki, nə bildirilib, yəni, nəyi bilib və yaxud da nəyisə özü araşdırıb, baxıb, ona həmişə çıxıb aydınlıq edib. Deyib ki, bu məsələdə belə demişəm, lakin o məsələdə mənim bilmədiyim bəzi məsələlər olub, indi bilmişəm və o məsələdən dönürəm və qardaşlar belə etiqad eləsinlər, belə bilsinlər. Amma insan bildiyində qalmaq, bu yaxşı əlamət deyil. Ona görə alimlərin çox görərsən ki, bir məsələdə dəlil gələn kimi rəylərini dəyişirlər. Gələn kimi fikirlərini dəyişirlər. Aydındır. Ona görə qardaş, belə qiyas eləmək düzgün deyil. Allah subhanahu wa ta'ala daha doğrusunu bilir. Selamun aleyküm və rəhmətullah.